Gəncə şəhər 2 nömrəli Uşaq Gənclər İdman Şahmat Məktəbinin kickboksing növü üzrə məşqçi müəllimi Yaşar İskəndərovun tələbələri Bakı şəhərində Sərhədçi İdman Mərkəzində təşkil olunan kickboksing üzrə ənənəvi Şuşa Kuboku turnirində Nizami yurdunun idmançıları yüksək nəticə göstərib. Qeyd edək ki, yarış Azərbaycan Kickboksing Federasiyasının Legioner Kickboksing İdman Klubunun təşkilatçılığı və Sport Data Azərbaycan komandasının texniki dəstəyi ilə keçirilib. Turnirə ölkənin 20-yə yaxın rayon və şəhərindən 44 klub və ümumilikdə 455 idmançı qatılıb. Onu qeyd edə bilərəm ki, Şuşa Kuboku bizim Kickboks Federasiyasının fəxri prezidenti Adil Əliyev tərəfləri tərəfindən birbaşa diqqət mərkəzindədir və bizim Kickboks Federasiyasının prezidenti Orxan müəllimin nəzarət altında yarış çox yüksək səviyyədə keçdi. Yarışda 65 komanda var idi, 450 idmançı. Hər bir yarışın final döyüş, yarım final döyüşləri getdikcə ağırlaşırdı. Dünya Avropa çempionları həmən yarışda iştirak edirdi və mənim də zalımda 7 idmançıyla iştirak edirdik. Orada 5 idmançından mükafat qazandıq. Komanda yarışı üzrə Gəncə idmançıları fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb. Turnirdə bir çox güclü idmançılar iştirak edib. Dünya və Avropa çempionları bu yarışda öz güclərini sınayıblar. Gərgin, peşəkar və rəqabətli mübarizə şəraitində keçən yarış gənc idmançıların özünü göstərməsi üçün geniş imkan yaradıb. İkinci Şuşa Kuboku keçirilirdi Bakıda. Orada isə birinci yerə çıxdım bir döyüş keçərəkdən, kubok döyüşərəkdən. İtaliyada qarşıda Dünya Kuboku var, ora hazırlaşırıq, güclü məşqlər gedir. Orada isə çempion olaraqdan qayıtmaq fikrimiz var bizim. Bayrağımızı dalğalandırmaq və himnimizi səsləndirmək istəyirik. Bakı şəhərində keçirilən Şuşa Kubokunda iştirak etdim. 4 döyüş döyüşdüm. 4-ündə də qələbə ilə Bakı çatdım. Və rəqiblərim Bakı komandası idi. Güclü rəqib idi. Mənim üçün çox çətin oldu döyüş. Qarşıda İtaliyada keçirilən Dünya Kuboku var. Məşqlərimiz davam edir və biz ora güclü hazırlaşırıq. İnşallah orada da qələbə ilə Bakı çatıb çempion olmaq istəyirəm və bayrağımızı yüksəldib himnimizi səsləndirmək istəyirəm. 2 döyüş keçirdim. İlk döyüşüm Naxçıvan İdman Klubunun tələbəsi idi. Final döyüşüm də Xocalı İdman Klubunun yetirməsi idi. Bu döyüşlərim ağır keçdi. Bu döyüşlərimdə müəllimdə çox əziyyəti, zəhməti var. Buna görə müəllimə çox təşəkkürümü bildirirəm. Nailiyyətlərimin bütün hamısında ilk növbədə Allaha, sonra da müəllimimə borcluyam. İnşallah müəllimim nə qədər ki arxamdadır, daha çox nailiyyətlər göstərəcəm. Bütün rayon və şəhər ərazisi çempionuyam. 2024-ün Azərbaycan çempionuyam və ikinci Şuşa Kubokunun mükafatçısıyam. Mən Şuşa Kubokunda iştirak etdim və yarı finala çıxaraq 3-cü yerə layiq görüldüm. Mənim üzərimdə əvvəlcə atam və şəxsi məşqçim Yaşar müəllim çox əziyyət olub. Mən onlara bu əziyyət mənim üstümdə gördüklərinə görə minnətdarlığımı bildirirəm. Gəncəli idmançıları qarşıda daha gərgin yarışlar gözləyir. Dünya və Avropa birinciliklərinin qalibləri ilə mübarizə və ölkəmizi layiqincə təmsil etməyə çalışacaqlar.